başqa yox. Çək kenara qansı. Atlar. Demək belə. Ədliyyə Nazirimiz. Mən soruşuram, sən cavab verirsən. Mən yazıram, sən hər səhifəyə imza atırsan, deməli, təsdiqləyirsən, aydındır? 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 Aydındır. Deməli belə, Məmməd olanı tanıyırsan? Dilinlə cavab ver, dilinlə. Tanıyıram. Onun sənə qarşı bir ədaləti yoxdur ki? Xeyr yoxdur. Deməli, o bizə könüllü ifadə verib, yazıb ki, sən onun əksinqalı fəaliyyət haqqında bilirdin. Bilirdin ki, o Troskistləri kafedraya cəm eləyib, bunu bilirdin. Amma susmusan, niyə? Səbəb nə idi? Bir dəqiqə yoldaş Müstəndir. Onu yazan adam özü də bu təşkilatın içindəydi. Yazıbsa demək içindəydi. Ziyan vericilərə dəstək olmaq yoldaş Müstəndir. Özü də böyük bir cinayət. Qulaq as. Burada sualı müstəntiq verir. Sən isə cavablandırırsan, aydındır. Əlbəttə aydındır. Axı bu mənim sahəm deyil. Düzdür yoldaş Müstəndir. Gətir o qanısı. Atla. Oku imzala. Hı? Ama burada başka şey yazılır. Ne yazılır? Burada yazılır ki mən onun taskist olduğunu təsdiqləyirəm. Elə deyil ki. Mən bilmirəm. Zato biz bilirik imzala. Mən imzalamayacağım. Eşidirsiniz? Mən heç nə qol çəkən deyiləm. Mən onun taskistini tanımıram. Mən ədalət haline deməliyəm ki... Sen buradasan, deməli, hər şey ədalətlidir. Sən imzalamaya bilərsin. Amma o, sənin kim olduğunu deyib və imzalayıb. Özü də elə təfərrüatlar verir ki, Üzrüylə, istiyotluyla, marif baziriylə. Bala bu nə ton? Bu nə ifadədir? Eğer siz diyen kiminse onunla ben üzleşme tələb edirəm. Üzləşmə! Üzleşmə! Üzləşmə, olar! Üzləşmə! Bəlkə sizi bir gecəliyin kameraya salaq, ha? Bəsdir, bəsdir. Bilirsən mənə nə var aranızda? Nə? Onun əli də, qardaşı da burada. Bəlkə sizi eyni kameraya, bir gecəli, üçünüzü də, ha? Bəsdir dedim. Burası sayılır müəssəsidir. Sizin sənədə anlaşılan mənə danışmağa hiçbir ihtiyacınız yok. Kes sesi! Vətən xaini insan değil. Yalandı. Eşidirsiniz yalandı. Siz, şəxsən siz ifadə vereceksiniz. Bütün bunlar yalandı. Yalvaracaksın. Tuh! Ay, yalan! Yalvaracaksın. Afansın ya! Yakala!